Hər vaxt xeyir olsun dəyərli izləyicilərimiz. Oktyabrın 23-dür və bugün qızıl hal-hazırki vəziyyətdə 4097-lərdən və 4100-lərdən alış əməliyyatlarda, yəni ilkin olaraq qalxışı və müqavimət xətti 4123-lər, 124-lərdir. Təbii ki, hal-hazırdakı vəziyyətdə 3 bucaq yaradılıb, kiçik bir 3 bucaq yaradılıb. Satış əməliyyatları bu hazırki vəziyyətdən deməli 4075-lərdəndir. Yəni hələ ki qızıl, yəni bildiyiniz kimi $300 anidən sürətlə aşağı doğru istiqamətlə davam etdirəndən sonra bir müddət deyək ki, həmin bu nöqtə ki var 4125-lərlə 4018-lər arasında biraz korreksiyalar verəcək. Keçək biz Bitcoin-ə. Bitcoin də səhər saatlarında yeni dünənki minimum vurdu. Bu 106-700-lərdə. Hal-hazırda qısa bir məlumatı verim sizə. Yəni, alışlar 109-lardan, satışlar isə yəni 107-700-lərdən gələcək. Bu təbii ki bizim fikrimizdir, qərar sizin öz-özündür.